Değerli dostlar, Allah can bu dünyadan köçənlərimizə rəhmət eləsin. Bu günləri 44 günlük Vətən müharibəsinin qazisi, qazi qardaşımız gördüğünüz kimi haq dünyasına qovuşur. Allah ruhunu şad eləsin. Allah ruhunu şad eləsin. Nağıyev İsmət Talıboğlu gördüğünüz kimi dostlar haq dünyasına qovuşdu. Ruhu şad olsun qazi qardaşımızın, hansı ki qazi qardaşımız 44 günlük Vətən müharibəsində şəhid xəbəri çıxmışdı. Ama sonra kardeşimizin sağ olduğu bilindi. Hemen kurulan palatka şənlik palatkasına çevrildi. Çox təəssüflər olsun ki, dünənləri son zəng günü bədbaxt nəticə qarşısında olaraq